Positionlar. Bizim elementlərimizin deyək, misal üçün, divimiz var. İçində lorem 10 yazaq, onlara söz yazsın özündən. Misal üçün, altından aşağı yuxarı eləyib istədiyimiz yerə daşıya bilərik. Okey, bu formada yazırıq. Yadda saxlayırıq ki, bunu live serverdən qoşmasaq işləməz. Bunların hamısını biz vermədikcə bir default CSS dəyəri var. Yəni, siz bura margin verməsəz də, padding verməsəz də, position verməsəz də, color verməsəz də, görməsəz də kodda var o dəyər. Hamısının bir default dəyəri var. Resetləsən belə, sən resetləyəndə bəzilərini resetləyirsən. Paddingi, margini, bir də box size, boxu. Yəni 3 dənə özəlliyi resetləyirsən. Və qalanlar, gör nə qədər seçici özəlliyi var. Yüzlərlə. Onlar qalır. Çünki ehtiyac yoxdur, dəyib dolaşmır sənə. Buna görə biz position'ın default dəyərini bilməliyik. Bütün elementlərin default position dəyəri statikdir. Bu formada. Statik belə olur, heç nə dəyişmir. Çünki biz verməsək də yenə eyni şeydir. Okeydirmi? Yəni biz verməsək də dəyəri budur. Statikin mənası nədir uşaqlar? Yapışıb qalıb bura. Yəni margindən falan bunu tərpədərik də başqa heç şeydən, yəni flex falan indi heç, amma yəni position dəyərləri ilə dəyişə bilmərik. Ən arxa sol, əllərimi qalacaq. Okey. Deməli, bax, sonra notalar, dərsin axırında not al. Belə not almağın mənası yoxdur, performansı azaldır o. Dərsin axırından not al. Çünki niyə? Xatırlamağa çalışırsan. Onda performans artır. Amma indi not alanda sən data itirirsən. O effektiv deyil çox. Okey. Gedək, baxaq görək hansı CSS positionlarımız var. Bura hələ ki girməyin uşaqlar. Amma bilin ki, bunun belə deyək, ən advansı buradır. Burası bura niyə girmir? Çünki burada bərbad yazılıb. Bura nə vaxt giririk? Deyək ki, heç yerdə yoxdur. Heç yerdə yoxdursa burada olacaq. Burada da yoxdursa, deməli elə bir özəllik yoxdur. Başqa bir variant tapmalıyıq. Okeydirmi? Amma bura məsləhət deyil öyrənmək üçün. Yəni burada çünki sırf referansları yazılıb ki, belə bir. Səsin yox, bərbad yazılıb. Yəni amma misal üçün də lazımdırsa buradan da baxa bilərsiniz. Qəşəng göstərir. Okey, neysə. Göstərəcəm. Girirsiniz bizim çox gözəl Wave kursumuza, hansı ki çox əla və səliqəli izah edir. Baxma gəlir. Okey. Burada uşaqlar position dəyəri vasitəsilə deyir ki, bax, bizim 5 dənə position dəyərimiz var. Hansı ki, ilkini gördük, statik. Statik nədir? Default dəyəri idi zaten. Deməli, position statikdə heç nə olmur. Position relativ. Gedək baxaq görək. Neyinib ki bu? Position relativ neyinir uşaqlar? Position relativ, kodu götürməyək. Position relativ deyək buna. Positionlarımızın uşaqlar bundan başqa 3 dəyəri olur. Top, left, bottom və right. Yəni sağdan, soldan, aşağıdan, hardan hizalamaq istəyiriksə. Bunlar müsbət dəyər aldığı kimi mənfi də dəyər ala bilir. Necə yəni? İşte mən deyəndə ki, left 10 piksel, soldan 10 piksel məsafə gözləyirik.
Amma mən deyə bilərəm ki, left -10 piksel, keçər biraz bu tərəfə. Yəni left 0-ı gedib divara dayanmaqdırsa, left -10-u divardan çölə çıxmaqdır. Okeymi? Yəni bunu da eləyə bilirik. Və z-indeks dəyəri ona gələcəm, amma belə sadə sözlə demək lazımsa, z-indeks müstəvi kimi düşünə bilərsiniz ki, hansı birinin digərinin qabağında olacaq. Elə bilin ki, siz dümdüz ekrana baxırsınız və sadəcə 2D görürsünüz, amma əslində bu iki şeyi gelib mən bir-biri ilə deyək ki, eyni enə sahibdirlər. Bunu bunun arxasına qoysam, mən telefonu görəcəm, bunu bilməyəcəm ki, arxasında bu var. Hə, yox, bunu bunun qabağına qoysam, o zaman birinci bunu görəcəm, sonra telefonun hündürlüyünü görərəm, amma sağ solunu görmərəm. Hə, z-indeks bir növ bunu eləyir. Zaten işlədəndə daha rahat başa düşəcəksiniz. Çox asan bir şeydir. Yəni qısaca hansı birinci üstə olsun. Amma belə elmi demək lazımdırsa müstəvi. Ki, yəni müstəvilərin hansı digərinin qabağındadır. Okey. Gedib indi deyirik ki, bu position relative top 20 piksel. Heç nə vermirik ki, normal halına qayıtsın. Lakin mən 20 piksel verən kimi bu 20 piksel aşağı düşdü. Yaxşı. Nəyə görə? Nəyə əsasən 20 piksel getdi? Bir də saniyə. 5 piksel. Bunu belə bir şey eləyək. Bir dənə böyük div eləyək. Divin içində balaca kubik eləyək. Böyük divə nəzərən olsa position relative absolute hamısı daha yaxşı. Şey eləyəcəm, onu absolutlarda eləyəcəm. Belə hələ ki, çünki relativin belə deyək, əslində başqa bir valideynə baxma özəlliyi yoxdur. Relativ, bu uc nöqtəni görürsünüz. Bu relativ bir dənə background color yellow deyək. Hə. Bax, bunun burasını görürsünüz uşaqlar. Bu ucu. Bu uc. Buna deyəcəm top 10 piksel. Ondan 10 piksel alırıq. Left 5 piksel. Sol tərəfdə, düzdür? Olduğu yerdən 5 piksel, işte, yəni bu uc nöqtəsindən o qədər işləyir. Okeydirmi? Əksər vaxtı position relativi özünü istifadə eləmirik. Position absolute var, göstərəcəm nədir. Onun üçün bunu istifadə edirik ki, position absolute valideyninə nəzərən özünü hizalayır. Bu heç kim vecinə deyil. Öz başlanğıc 0-0 nöqtəsi haradırsa, ona əsasən özünü hizaladır. Düzdür? Absolute isə belə davranmayacaq. Statikə ki, özümüzü öldürək, bunu verək, vecinə deyil. Statik yapışıb. Okeydirmi? Margindən falan tərpədərik, hə. Amma left, top, right, bottom dəyərləri ilə heç nə eləyə bilmərik. Ha belə, bu relativin özündə yeri varsa işləyir, ha. Necə yəni yeri varsa? İşte yəni bunun bir hündürlüyü varsa ki, ora-bura gedə bilsin, hə, onda işləyər. Yoxsa yəni bəzən yazarsınız, görürsünüz ki, işləmir ki bu. Hər şey düz yazmışam, amma işləmir. Səbəbi yeri olmamış ola bilər. Inspektdən baxırsınız, bilirsiniz ki, işte bu boydadır, 70 yeri yoxdur. Okey, keçirik daha çox istifadə eləyəcəyimizə. Hətta bunu bir dənə kommentariyada saxlayayım. Baş sol üst küncünə nəzərən. Okey, ki bir növ vurğuluyuruq ki, bu nəyə əsasən işləyir. Statik işləmir zaten, elə olduğu köhnə yenə kimi yazdığımız forması idi. Relativ sol üst küncünə nəzərən özünü hizalayır. Yaxşı, bizim baya çox işlədəcəyimiz və çox istəyəcəyimiz absolute. Absolute nə edir uşaqlar? Gedək bunları götürək. Deyək ki,
Onu sizə task kimi vermək istəyirdi. Amma yaşına özüm yazdım. Gəlin bir dənə smiley düzəldək. Div olsun. İçində 2 dənə göz olar. Elə desəm. Yox, elə olsa qarışdırırız. Hələ ki, bunu sizə verirəm. Bir dənə div olsun. Data class da relativ qalsın. Və onun bu formada ölçüsü olsun. Buna biraz padding verirəm ki, biraz içi işte iri olsun. Bu formada. Tamam. Relativi götürək, kommentariyadan çıxardaq. Bu valideyn div position relativdir. İçindəki child isə olacaq absolute. Okay. Position absolute oldu. Görünüşdə bir dəyişiklik yoxdur. İkinci mütləq qayda. Position dəyərləri mütləq top left dəyərləri alsın. Yazmasaz, qəşəng görünsə belə, yəni atıram, position verib nəsə bir formaya salmaq lazımdır. Siz birbaşa positionu verdiniz, elə çiçək kimi də oldu rəviz istəyən. Basıb getməyin. O başqa brauzerdə, başqasının kompüterində düz işləməyəcək. Top left dəyəriniz ki, siz dəqiq vermirsiniz ona ki, belə olur. Hər kompüterdə öz başınalıq eləyə bilər. Ona görə top lefti verin. Verməyi, belə deyək, işte, unutmayın. Buradan indi relativə mən top left verməyəcəm. Səbəbi bunun bir pozisiya dəyəri almayacağıdır. Bunu sadəcə, bir saniyə, bir meya, bir baxan yer olaraq götürəcəyim üçündür. Bəli. Eşir. Gedirəm. Position absolute klassını da bura verirəm. Baxın, belə qəribə bir şey oldu. Niyə? Çünki position absolute olduğu andan etibarən bunlar əvvəl sadəcə 2D idi. 2D deyəndə, yəni 2D-ni ham bildi? Okay. Yəni işte eyni müstəvidədir də, eyni yerdədir yəni. İşte eyni hizadadır. 3D artıq eyni də var da, yəni biri var x, y sadəcə koordinat oxu, hə. X, y koordinat oxu, bir də var x, y, z. Artıq bizim yaşadığımız belə deyək. Müstəvilər çoxluğu, belə deyək də belə bir şey. Okay. Bu formada artıq absolute deyən kimi bu gedir o formaya düşür. Yaxşı, nə demək istəyirəm? Və absolute'un özəlliyi nədir? Yaxşı, bu, indi mən bunu öldürüb top left desəm, bunu inəyəcək. Heç nə deməkdir, çünki elə piksel yoxdur. Sonra left 0 piksel deyirik. Gəlir, bura düşür. Inspektdən baxaq görək. Margin dəyəri var uşaqlar, ona görədir. Absolute margin-i yığışdıraq. Göz inspektlə işlədim. Inspektdən artıq bilirəm ki, nədir, nə deyil. Öz valideyninə əsasən özünü hizalayır. Valideyni nə boydadırsa, yəni valideyn dediyim onun içərisində olduğu div. Valideyninin left 0 deyəndə, valideyninin ən içindən, belə deyək, sol hissəsində olur. Mən buna deyərdim right, bu hara düşərdi? Bəli, gəlib sağa düşərdi. Yaxşı, mən buna desəm ki, top 10 piksel, valideyninin ki, üst hissəsi buradır, valideynindən 10 piksel deyəndə aşağı düşür. Bəs mənfi desəm, eyni. Gəlir, işte 10 piksel, yuxarı, sıxır. Okeydirmi? Relativə nəzərən ölçülər dəyişirlər. Pozisiya dəyəri olan valideyninə görə. Relativ yox, başqa bir pozisiyada ola bilər. Əgər valideyni yoxdursa, yəni valideyni varsa, amma position dəyəri yoxdursa, heç bir valideynin, bu zaman gedir body'yə baxır. Body tag-dən. Yəni bütün
səhifənin obş uzunluğuna. Ona əsasən özünü hizalayır. Okeydirmi? Əgər deyək ki, bunun içində bir neçə element olaydı, yəni deyək ki, və bu da bunun içində olaydı, yenə fərq etməzdi. Bu valideyn olaraq sizdə kimi görəcək? Bunu görmürəm. Yox, ən böyüyü də yox. Yəni onu eləyim qəşəng. Relativi görmür. Mən xülas ən böyük kim olar? Ulu babası. Pozisiyonu olan ən böyük valideynini, daha doğrusu ən yaxın valideynini. Yəni pozisiyonu olan ən yaxın qohumum kimdirsə, onu görür. Okeydirmi? Məsələn, biriləri də relativ yazsın. Aysa, bundan aşağıda, yəni buna yaxın valideyn deyil də, ondan bir əvvəlkində relativ yazsın, ona əsasən görəcək. Gəl hətta eləyək. Bax, gedir artıq ona əsasən görür. Bunu bir daha mənfisini götürəm. Qəşəng seçə bilərsiniz. Və gedir ona əsasən görür. Gedərdim bunu götürərdim buradan, bunu əlavə eləyərdim. Buna əsasən görərdim. Aysa, relativ, position, absolute dəyəri, position dəyəri olan ən yaxın valideyninə əsasən işləyir. Yoxdursa, body'yə görə. Yəni, heç bir valideyndə position yoxdur, body'yə görə işləyir. Sual var mı? Okey, gəlin sizə qəşəng bir şey yazım. Absolute. Okey. Bu sual yarana bilər ki, mən bundan nə edəcəm? Hələ. Okey, bu uşaqlar. Bunu yaza bilərsinizmi? Divlərlə. Bəli. Bax, bunu yazmaq üçün ən ideal variant bu absolute-la yazmaqdır. Deyə bilərsiniz ki, niyə? Mən buna 2 dənə div qoyaram. Deyək ki, inline eləyərəm, display inline block eləyərəm, gözləri yazaram. Marginlə aralayan bunları. Eyni şeyi alaram. Haqlısınız, görüntü olaraq alarsınız. Amma bunu mən artıq müxtəlif ekran boyutuna gətirəndə, biraz qırağa-bucağa dartanda gedəcək işin dalınca. Ha belə, mən götürüb bunu başqa proyektimdə və yaxud başqa yoldaşınızda istifadə etmək istəyəndə, yenə uyğun pozisiyanı qorumayacaq. Dolayısıyla belə bir кейsdə bunu işlətmək daha məsləhətdir. Gedək position absolute-la bir dənə smiley yazaq və ya siz yaza bilərsinizmi? Yaza bilənlər əlini qaldırsın. Okey, bir dənəsi mən yazdım, sonra sizə option stick-lanı yazdıraram. Deməli, absolute-un nə olduğu ilə bağlı sual qalmadı ki. Okey. Mən indi bunu, misal üçün, bunun biraz buna yaxın bir formasını düzəltmək istəyirəm. Deyək ki, head içində 2 dənə göz olar. Left eye. Yəni 2 gözlə bilən klasın içində yazmalıysa, çünki display fleksiyonu yazılmış. Tamamilə haqlısan, amma bu dediyin əgər mən flexdən işləsəydim, flex etmək üçün də işləyəmərəm. Ha belə, bunların gözlərini ki, buna əsasən eləyəcəm. Mən flex eləyəndə bu biraz qəribə davrana bilər. Hə. Amma yəni flexlə də eləyə bilərdim, bəli. Amma bunun da eləyə bilmə səbəbin, misal üçün, bunun nə deyək, ancaq bitərək, bir gözü olan açıqlar olur belə. Bundan lazım olsaydı sənə, hə, flex artıq kömək eləməyəcəkdir. Sən flex işlədə bilsən, çünki bu simmetrikdir. Amma normalda
belə deyə belə qəşəng olmur deyə məcbur olduq. Bir də ağız lazımdır bizə. Hə. Mən nə edirəm? Mənə bu baş lazımdır. Bir dənə əvvəlki hissələri düz qoşayım. Resetimi qoşum ki box sizing border box. Bunu həmişə yazırıq. Margin 0 padding 0. Deməli headimizə deyək nə olsun? 100 pikselin 100 pikselə bir baş olsun. Background coloru yellow olsun. Və bu deyək ki, ortada olsun. Ortada olmağı margin auto dəyərindən istifadə edib. Hə, bu şeydə birinci dəyər yuxarı aşağı idi axı. Yuxarı aşağı dəyərdə olmadığı üçün bu işləmir normalda. Yəni ancaq x-ə görə işləyir, amma y-ə görə işləmir. Zaten ona görə margindən ortalamaq deyəndə margindən heç vaxt demirik. Çünki x-ə görə ortalaya bilir, amma y-ə görə ortalaya bilmir. Amma indi biraz ortaya gəlməsi üçün biz buna 30 piksel deyə bilərik ki, aşağı düşsün, hətta 100 deyək. Okey, bu formada gəldi düşdü. Uşaqlar auto dəyəri nə edir? Özü avtomatik hesablayır, yəni. İşte soldan və sağdan və yaxud işte hər hansı götürmüşük, oradan avtomatik dəyərdə ver özün eyni. Okey, bunun yumru olmasını istəyirəm. Nə edərəm? Okey. Onu öyrətmişdim mən. Ha, ev tapşırığında var idi. Okey. 50% verməmiz kafidir. Border 1 piksel solid black. Neyse, burası asan dedi. Bunu 5 piksel edeyim. Artıq bunu aldım. Bunun gözləri buna nəzərəndir də, düzdür? Yəni hər ikisi işte başından deyək ki 50 piksel aşağıdadır. Soldan 20 piksel, sağdan 20 piksel işte məsafədədir. Ay yaşa. Relativi gedib deyəcəm, bəs headə ki sən relativsən və bu left eye ilə right eye-a da position absolute deyəcəm. Position absolute olduğu üçün yoxa çıxdı. Allah bir hara getdi. Deyəsən şeyinə ay yox, hə, absolutedur. Əla. Amma ölçüsü zadı yoxdur. Ona görə 1 pikseli yerdə tutmur, görünmür. Ona görə heç özümüz yazmırıq. Gedib kopyalayırıq. Bura yox. 10 piksel bəs eləyər. Uzaq böldərik sonra. Bunu da qara qoyduq. Okey. Deyə bilərsiniz ki, bu gedib niyə bura düşdü? Çünki kvadratlar verir. Okey, geçək. Əla, düzdür. Hə, bunun da yumru olmağını istəyirəm. Ha, bu zaman nə edərəm? Border radius 50% verərəm burada. Gəldi bu formada oldu. Hə, başlayıram, bəs mən top nə qədər olsun? 30 piksel. Bura mən sadəcə piksel deyil, faiz də verə bilərəm. Misal üçün, yuxarıdan 10%. Bu sol gözdür, ona görə nə qədər olsun? Deyək ki, qıraqdan da bir 20% olsun. 10%-ını 8-ə. Düzdür. Çox çirkin oldu. Okey. Bu formada gəlirəm, eynisini aşağı kopyalayıram və bunu right-a eləyirəm. Bunu da dəyişirəm right-a. İkinci gözüm hazır. Və indi işin gözəlliyi nədir? Mən bunu hara qoymalı olsam, bu gözlər ki başa nəzərəndir. Yəni başı tərpət, göz yenə eyni yerində qalacaq. Okeydir? İşte bu formada işte mouse'a da bənzər bir şey.
deyərəm. Okey, indi inşallah bunu sizə öyrətməmişəm, amma özünüz taparsınız. X translate X. Okay. Positiondan ortalamaq olur. Transform translate dəyərləri ilə. Bunu göstərəcəm daha sonra. Order radiusunu verməyək. Seçin aldı. Olsun 60 piksel. Bu formada bir şey. Okey. Artıq istəyərəm bunun üzərinə gələndə, sonra başqa bir şey. Absolutla bağlı sual yoxdur ki. Yəni rahat istifadə edərsiniz. Yəni bundan sonra bunun bədənini sizə çəkdirmək istəsəm, qolları falan, ayaqları, artıq bədəni qurarıq. Sonra bədənə nəzərən mənfi piksellə işləyirik. Çünki qol bədəndən biraz çöldülər da. Bunda bədənə relativ qola falan. Ay yaşa, bəli. Və elə eynisi eləyə bilərsiniz. Okey, misal üçün indi daha vacib bir şey. Mən hover eləmək istəyirəm. Hover eləyəndə başı hover eləmək istəyirəm, amma ağız dəyişsin. İndiyənə kimi elədiyimiz hoverlər necə idi? Elementin üzərinə gəlirdim, elementin özü dəyişirdi. Bu tip bir şeyin işlənməsi üçün CSS ilə ancaq o element digərinin sayıldıdırsa mümkündür. Yəni, mən bu ağzı başın üstünə gələndə tərpədə bilmək istəyirəmsə, ağız başın sayıldı olmalıdır. Əgər olardı, burada qıraqda var, tam ayrıca bir yerdə bir şey, bu deseydi məsəl üçün, başın üstünə gələndə bunu dəyişmək istəyərdim, bu mümkün deyil CSS ilə. Çünki bunun uşağı deyil. JavaScript-dən mümkündür. Amma CSS-lə mümkün deyil. Okeydimi? Yaxşı, bunu necə eləyirik? Gəlib deyəcəm ki, head'in hoverində, hanı head? Yuxarıda qaldı. Səliqəli olsun deyə düz altından yazıram ki, yağı suyu bir yerdə olsun. Sabah bir gün kimsə işləmək istəyəndə buradan gəlib rahat işləsin. Head'in hoverində, head'in içindəki mouse height'ı nə qədərdir onu? 60. $60 piksel. Qəşəng görünsün deyə də bir dənə transition dəyər də verirəm. İşləmir. Hover'ı ayrı yazdım deyəm oldu. Bəyək niyə işləmirdi? Eynən. Okey, yəni belə şeylərə diqqət edin. Yəni bəzən CSS-ilə ürək xəstəliyinə ki, error çıxartmır deyə, yəni atıram, indi burada asandır da, o dəqiqə bilirik. Bu formada gəlib bunu animasiyanı eləsək daha qəşəng olardı. Seçin oldu. Neyse, yəni sizə bu formada bir dənə stigma verəcəm ki, əlin sallasın belə. Okey, bu formada artıq bir şey eləyə bilərik. Necə elədim? Dedim ki, kimin hoverində hansı uşağı? Okeydimi? Bu formada artıq iç-içə hover verə bilərik. Amma bunun işləməsinin yeganə şərti sayıldı olmalıdır. Yəni, bir-birindən tam ayrı əlaqəsi olmayanlara bu formada CSS-lə heç nə eləyə bilmərik. JavaScript-nə eləyə bilərik, amma CSS-lə yox. Yaxşı, indi gedək fixed də göstərim. Narahat olmayın, position-ı qutarım. Sonra task verəcəm, özünüzə gəlin, ondan sonra davam edəcəm. Fixed uşaqlar çox asandır.
Fixed nə edir? Ekrana görə sabit saxlayır. Misal üçün, burada mesaj və video hissəsi var, düzdür? Bax, mən səhifəni aşağı yuxarı nə qədər scroll eləsəm də, bu yenə də qalmaqdadır. Okeydimi? Bunu necə edirlər? Bunu position fixed ilə edirlər. Ki, mənim scrolluma əsasən, mənim ekranıma əsasən sabit qal. Bu özünü ekrana əsasən hizalayır. Yəni necə? Deyək ki, bizim səhifəmiz var. Body'yə əsasən yox, ekrana əsasən. Çünki body əslində çox uzundur. Yəni, sən body'yə görə hizalasaydı bunun özü, yəni adi absolut ver, relativ parent olmasın, denən ki, bottom 0. Bottom 0 deyən kimi, bu gəlib burada olmayacaq. Bu gəlib düz burada olacaq. Ekran nəzəri. Yaş, ekrana yox, səhifəyə. Amma fixed ekrana nəzərən. Bəli. Gedək indi öz səhifəmizdə bunu edək. Lorem 10.000. Bütün səhifəm doldu və qıraqda scrollum. Yarandı. Mən indi position fixed vasitəsilə bura WhatsApp-ı qoyacam. Ki, misal üçün WhatsApp və yuxarı qalxma ikonu. Amma normalda bunun kitabxanası var, yəni ondan istifadə edirik React-da. WhatsApp yox imiş. Okey, yuxarı işarəsi eləyək. Up arrow. Misal üçün səhifənin çox aşağısına düşəndə avtomatik yuxarı qalxır. Hətta onu sizə task kimi verərəm, okey. Gedin tapın görək necə eləyirlər. Ay, yox, nə yazıyor? 2 dəqiqəlik şeydir, yox. Aşağıda mən olur ya, onu basanda yuxarı qalxır. Ha. Mən də o şey. A tagi də adi, 2 dəqiqəlik işdir. Misal üçün, gəlirik bura, deyirik ki, A tagimiz var. A tagində də, içində də bu ikonumuz var. Gedə görə görünürmü? Bu ikon gəlir, düşür ən aşağı bu formada. Gedirəm, deyirəm ki, bəs A tagim olsun ki, kodları silsəm problem yoxdur da. Səliqəli olsun biraz. A tagi position və positiondan qabaqdan font size verək. Görə ikon böyüyürmü? Okey. Məsələn, baxın, I tagi ki, font size inheritdir, yəni miras aldı. Mən A taginə verəndə, o ki A taginin içindədir, valideyninə baxıb, belə deyək, o da artıq özünü tənzimləyir. Gedirəm indi, deyirəm ki, bu A tagi nədir? Position fixeddir. Bu ki, position fixed oldu. Nəyi deməliyəm? ISO yerini aşağıda ol, bottom 0, aşağıdan bir 30 piksel məsafə ilə ol və sağda ol. Sağda, right. Qıraqdan bir 10 piksellik məsafə nətərdir? Okey. Background olsun. Border radius da 50%. Okey. Width height yoxdur deyə bu formadadır uşaqlar. 50 piksel deyək. Height'ına da 50 piksel deyək.
Deyəcəm, bu belə qara olsun. Onsuz da görünəcək. Bunu bu forma... Normalda uşaqlar düzgünü bu formada bir dənə də flex veririk düzəlir, amma hələ ki yoxdur deyə paddinglə işimizi görək. Sağ ol. Okey. Bu formada. Gəlir, düşür, aşağı. Okeydirmi? Sual var mı? Fixed nə işə yaradı? Seyfiyə görə. Hə, yuxarı qalxması üçün. Gedirik uşaqlar. Misal üçün, bura bir dənə div yazırıq. Və ya yəni bir tag olur. Burada olar, misal üçün, heyvanlar gözəldir falan. Bundan bir neçə dənə olsun. Və bunun ID-si olsun. Ay yaşa. Gəlib misal üçün bu ikinciyə deyirəmsə ki, ID-si nə olsun? İşte, salam 2. Burada gedib bu ID-ni verəndə yəni səhifənin aşağısındayıq da, düzdür? Gəl bura çıxma. Okey, yenə gəl çıxma. Niyə? İtiraf olaraq bunu vermişik. Mənim for ID belə işləyir bu. Yox. Okey, yox, narahat olmayacaq, problem deyil, bir dəqiqə indi search-nə. Yox, bu hrefin içinə düzgün yazmamışıq, yəqin ki, hrefin. Salam 2-dir də. Salam 2 də gəlir bura. Okey, sorğatı. Heç nə gəlir. Take. Go follow ID. Ben search eləyə çıxacaq da. 2. Ben də həll eləyərim. Müəllim yanında nəsə? Ben həll eləyərim. Search eləyə çıxsın. Href rotating. Budu. Mən kim vermişəm də zalım, niyə? Okey, bu formada verib və ID verib. Okey, uşaqlar, mənlə eynidir, amma ola bilərmi ki, mən nəyisə səhv yazmışam. Bu belə bu olmalı, yox deyil, örnəyə baxıram, örnəkdə də eyni formadadır. Ola bilər ki, bayaqdan yadında qalıb, eynən. Uşaqlar, bəzən belə şey də olur, yəni live serverin kaprisidir. Hər şey düz idi, prosta bir daha səhifəni şey eləmək lazım idi. Live serveri bir daha açdım, yəni digərini bağladım. Bu ki, auto-save-dədir uşaqlar. Auto-save bayaqkını yadda saxlayır, ona görə bu formada gəlir. Yaxşı, bəli. Eləyəcəm, gələcəm. Diqqət edirsə, bu formada mən yuxarı qalxıram, bayağı yuxarıda rahat qalxıram. Amma aysa, bunun üçün gedirəm resetdə və ya elə body'nin özünə və ya HTML-ə scroll behavior smooth deyirəm. Bu formada artıq bu belə səliqə ilə qalxır. Okeydirmi? Scroll behavior smooth. Aydın yazdım elə, necə standart CSS-də yazırsan. Bəli. Prosta bayaq niyə işləmədi? Live serverin kaprisi idi. Səhifəni birdən saxlayıb təzədən işlədin, düzəlir. Çünki bu normalda sorğatmalı deyil, amma bunu link kimi başa düşür, sorğatmağa çalışırdı. Okey, sual varmı? Yaxşı, sual yoxdursa, gedək bir dənə son tagimizi də göstərək. Hansı ki, sticky'dir. Sticky nədir uşaqlar? Sticky fixedlə eyni şeydir. Tək fərqi sticky, burada özü qəşəng örnəkdə göstərib. Dəyərinə baxın, top 0-dır. Topdan 0 tutur, səhifə içində süzür. Qismən, yəni
Yoldaşınızın dediyi, yəni nə vaxt ki scroll gəlib bura çatacaq, hə, o halda artıq o pozisiyanı alacaq. Yəni gəlir scroll bura çatır, hə, ondan sonra gəlir düşür. Gələrdi bura olardı 20 piksel. Bu 20 pikseli qoruyacaqdı. Okeydimi? Fixedlə eyni şeydir. Sadəcə yerini valideyninə görə qoruyur. Məsələn, mən bir səhv yazanda nə olur? Aşağı eləyəndə o sözlər onun üstündən keçib gedir. Amma biz seçilmişəm. Background yoxdur yəqin. Və ya Z-indeksi səhvdir. Hə, yaxşı, qəşəng, okey. Z-indeks. Uşaqlar, bizim deyək ki, bir neçə elementimiz var. Yenisini açaq. Divimiz olsun, hansı ki relativ olacaq. İçində də 3 dənə qutumuz olsun. Box 1 2 3 bu formada. Misal üçün sürətli olsun deyə bunların hamısına box deyək. Okay. Style işte relativ olsun, relativ ki buna nəzərən içinə absolute olan boxları yazmaq istəyirəm. Bu boxları uşaqlar gedib deyirəm ki, bəs hamısının ölçüsü var. Hamısının width'i var və background coloru var. Hansı ki bunu özəl verəcəm, ayrıca seçilsin deyə. Okey və border olsun. Bu relatifin də borderi olsun. Biraz fərqli eləyək. Seçilmədi amma neyse. Okey. İndi mən bunların hamısının position absolute olmasını istəyirəm. Burada yaza bilərdim amma oxunaqlıq cəhətdən hər birinə özəl yazacağım. Position absolute top left channel 20 channel 100 hətta bunları da bir dənə rəng verək. Red green blue. Okey. Yaşılı da eyni eləməyək, 40 olsun. Top dəyəri də mənfi ilə olsun, aşağı düşsün qoyulur. Bu formadadır. Diqqət edilsə, valideyn divin formasına baxın. Eyni var da hündürlüyü yoxdur. Niyə? Çünki içindəkilər ki artıq 3 ölçülüdür. Bunun içində heç nə yoxmuş kimi görünür. Yəni, məncə bunun içinə belə bir şey yazsam, artıq eyni olar. Okeydimi? Ağlınızda olsun ki, yəni height yoxdursa, içindəkilər də hamısı absoluta getdirsə, deməli bunun hündürlüyü olmayacaq. Əgər paddingi falan yoxdursa. Okey. Bunlar uşaqlar diqqət eləsəz görərik ki, hamısı eyni hündürlükdədir. Bunu biraz valideyn deyirsən? Öz hizasını bəli. Bəli. Yəni özünü ona əsasən hizalayır. Yaxşı. Diqqət eləyirsiniz, bunların bəziləri bir-birinin önündədir, bəziləri bir-birinin arxasındadır. Bu uşaqlar biz sıranı dəyişmək üçün Z-indeks dəyərindən istifadə edirik. Z-indeks yaşıla 1 deyək.
Default z-index dəyəri 0-dır. Yəni hamısına heç nə verməsək 0-dır. Mən z-index 1 verən kimi bu hamısından qabağa düşdü. Buna -1 verəydim. Ay sağ ol. Default dəyəri ki 0-dır. Öncəliyi ən sonlarda, ən axıra düşərdim. Mən buna misal üçün istəsəm ki, qırmızı ən axırda olsun, göy ən qabaqda olsun, yaşıl da ortada olsun, nə edərəm? Elə də edə bilərəm. Mən əsasən müsbətlə işləyirik. Qırmızı ən sondadırsa, qırmızıya heç nə verməyək. Ən axırda olacaq çünki. Yaşıla deyək ki 1, digər nədir? 2. Bundan bağlı ciddi səhv. Z-index dəyərinə 999, 9999 falan yazırlar. Yazmayın. Okey. Havaya yerə arxada loop gedir. Yəni niyə CSS oxumağa görə compiler ekstra vaxt xərcləsin ki? Okey? Yəni bu işimizi görür. Onsuz 999 dənə komponentim var görsən. Yəni bu bəzilərinin kodlarını görə bilərsiniz elə yazırlar. Mən özüm də vaxt ikəni yazmışam. Bilmirdim nə yazmaq lazımdır. Ağlımda compiler heç vaxt düşünmürdüm. Yəni garanti olur da ki, hə, hamısından qabaq 999 səhv hamısından qabaqdır. Yəni ən qabaqda bu olacaq. O isə düzgün deyil. Okey. Sual varmı z-indekslə bağlı? Bəli. Bəli. Aha. Məsələn, biz absolut yazmadan top left və ya da bottom versək. Default dəyər ki, statikdə işləməyəcək. Yəni statik top left-i Relativə də aiddir bu, yoxsa relativdə? Relativdə hə işləyir top left. Okey. Deməli, sual yoxdursa 5 dəqiqə breakə çıxın gəlin.